Selam dostlar, kanalıma hoş geldiniz. Videomdan da gördüğünüz gibi bugün sizlerle birlikte möhtəşəm bir tomat supu hazırlayırıq. Gəlin ərzaqlarımızla tanış olaq. İlk olarak 4 adet pomidorumuzu soyuruq. Soymuş olduğumuz pomidorlarımızı termometreden geçirdirik. Pomidorlarımız artıq hazırdır. İndi isə pişirmə prosesinə başlayaq. Tavamızı əvvəlcədən isitdik. Mən içərisinə təxminən 100 mg bitki yağı əlavə etdim. Siz istəyirsinizsə 2 yemək qaşığı kərə yağı və 2 yemək qaşığı bitki yağı da əlavə edə bilərsiniz. Üzərinə 1 yemək qaşığı un əlavə edib yaxşıca qovururuq. Qovurmuş olduğumuz unun üzərinə 1 yemək qaşığı tomat əlavə edirik. Mən burada evdə hazırlamış olduğum biber tomatından istifadə etdim. Siz digər pomidor tomatı da istifadə edə bilərsiniz. Biberimizi də qovururuq. Son olaraq isə üzərinə termometrdən keçirmiş olduğumuz pomidorumuzu da əlavə edərək yaxşıca qarışdırırıq. Pomidorumuz da rəngini dəyişdirdikdən sonra təxminən 2-3 dəqiqə ərzində qovrulduqdan sonra isə içərisinə suyumuzu əlavə edəcəyik. Gördüğünüz gibi artık pomidorlarımız rəngini dəyişdi. Biz çorbamıza 2 stakan isti qaynar su əlavə edirik. Tuzumuzu və istiodumuzu da əlavə edərək şorbamızın qapağını bağlayırıq. Təxminən yarım saat ərzində ara sıra qarışdırmaq şərti ilə bişiririk. Gördüğünüz gibi şorbamız artık qatılaşıb. Biz indi onu blenderda yaxşıca əzirik və daha sonra isə təxminən 10-15 dəqiqə ərzində təkrar bişiririk. Tam olaraq qatılaşana qədər bu bişirmə prosesinə davam edirik. Şorbamız demək olar ki hazırdır. Qatı bir hal aldı. İndi isə üzərinə 150 mg soyuq su da əlavə edirik, amma çox sürətli qarışdırırıq ki, şorbamızı südümüz çürüməsin. Bundan sonra isə təxminən 5 dəqiqə ərzində də qaynadırıq tam kıvamını alana qədər. Bununla isə şorbamız hazır olacaq. Gördüğünüz gibi şorbamız tamamıyla hazırdır. Evdeki çörəklərdən qurudub suxari halına hazırlaya bilərsiniz, əldə edə bilərsiniz. Bunun xaricində isə şorbamızın üzərinə mozzarella pendiri termometrdən keçirdirik. Hər birinizə nuş olsun. Videoma baxdığınız üçün təşəkkür edirəm. Növbəti videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.